Tarixin ən varlı insanı kimdir deyə soruşsaq, yəqin ki, ağlımıza dərhal bugünkü texnologiya nəhəngləri gələr, ya da neft mağnatları. Amma təsəvvür edin ki, bütün mənbələrin üst-üstə düşdüyü bir məqam var, tarixin ən zəngin şəxsi, böyük ehtimalla 14-cü əsrdə yaşamış və çoxlarımızın adını belə eşitmədiyi bir Afrika imperatoru olub. Gəlin, bir anlıq bir təcrübə keçirək. Elə bir sərvət təsəvvür edin ki, onu hesablamaq, hətta anlamaq belə mümkün deyil. Söhbət milyardlardan getmir. Bugünün ən böyük şirkətlərini, Amazonu, 2, Teslanı 4 dəfə almağa çatacaq bir var dövlətdən danışırıq. Və bu sərvətin sahibi sadəcə bir səfərə çıxmaqla bütün bir regionun iqtisadiyyatını alt-üst edir. Bu nağıl deyil. Bu, tarixin ən varlı insanı hesab edilən Mansa Musa'nın hekayəsidir. Amma bizə təqdim etdiyin bu mənbələrə baxanda aydın olur ki, bu hekayə qızıldan daha dərindir. Əslində, qızıl sadəcə bir vasitə idi. Bugün İbn Xaldun və İbn Bəttutə kimi salnaməçilərin qeydlərindən tutmuş, müasir iqtisadi təhlillərə qədər hər şeyi nəzərdən keçirəcəyik. Məqsədimiz isə sadəcə nə qədər varlı idi sualına cavab vermək deyil. Əsas sual budur. O, bu ağlasığmaz sərvəti necə bir imperiya qurmaq, mədəniyyət yaratmaq və öz adını əsrlər sonrasına da daşımaq üçün bir alətə çevirdi. Tamamilə doğru. Deməli, biz bugün sadəcə xəzinənin içindəkiləri saymayacağıq. Xəzinənin memarının beyninə səyahət edəcəyik. Onun hakimiyyətə gəlişindəki qəribə hadisədən başlayaq. Çünki o, taxt üçün doğulmamışdı. Bəli, bu hekayənin ən dramatik başlanğıclarından biridir. Mansa Musa təxminən 1280-ci ildə imperiyanın qurucusu Sundiata Keytanın nəslindən olan Keyta sülaləsində dünyaya gəlir. Amma o, birbaşa varis deyildi. Taxta onun sələfi, 2-ci Əbubəkir otururdu. Və Əbubəkir sadəcə bir hökmdar deyildi. O bir xəyalpərəstdir. Xəyalpərəst deyəndə nəyi nəzərdə tutursunuz? Mənbələrdə onun Atlantik okeanı ilə bağlı bir növ vəsvəsəsi olduğu qeyd edilir. Dəqiq olaraq, o, Atlantik okeanının o tayında nə olduğuna inanılmaz dərəcədə maraq göstərirdi. İnanırdı ki, okeanın bir sonu olmalıdır. Buna görə də əvvəlcə 200 gəmilik bir donanma göndərir, lakin onlardan yalnız bir gəmi qayıdır. Həmin gəminin kapitanı dəhşət içində güclü bir axından və digər gəmilərin burulğanda yox olmasından danışır. Hər ağıllı insan burada dayanardı, elə deyilmi? Amma 2-ci Əbubəkir dayanmır. Qətiyyən. Bu onu daha da həvəsləndirir. Bu dəfə o, şəxsən özü səfərə rəhbərlik etməyə qərarına gəlir. Təsəvvür edin, təxminən 2000 gəmilik nəhəng bir donanma hazırlayır. Biri insanlar, digəri isə qida, su və qızıl üçün. Və yola çıxmazdan əvvəl öz etibarlı vəzirini, yəni Musanı, imperiyanı idarə etmək üçün təyin edir və deyir, mən qaydana qədər və ya məndən uzun müddət xəbər çıxmayana qədər hakimiyyət sənindir. O, bir daha geri qayıtmır. İnanılmazdı. Deməli, Musa hakimiyyətə bir faciə ya da bəlkə də bir macəra hekayəsinin nəticəsində gəlir. Təxminən 1312-ci ildə o, rəsmən Mansa, yəni imperator elan edilir. Bəs o, nəyi miras almışdı? Mali imperiyası o vaxt artıq güclü bir dövlət idi, yoxsa hələ də qurulma prosesində idi? İmperiya, Qərbi Afrikanın geniş ərazilərini, müasir Mali, Senegal, Gambiya, Qvineya kimi ölkələri əhatə edirdi. Əsas gücü isə Trans-Saxara ticarət yollarının kəsişməsində yerləşməsi idi. Amma Musa onu sadəcə idarə etmədi. O, imperiyanı öz zirvəsinə, ən geniş sərhədlərinə çatdırdı. Əsas məsələ isə bu idi. O, sələfinin xəyalpərəstliyini miras almışdı. Lakin onun xəyalları okeanın o tərəfində deyil, elə öz torpaqlarındaydı.
Bu 400 milyard dollarlıq sərvət haradan gəlirdi? Mənbələr qızıldan danışır, amma bu qədər çox qızıl necə mümkün ola bilər? Bu sadəcə qızıl hasilatı hekayəsi deyil. Bu dahiyanə bir iqtisadi idarə etmə hekayəsidir. Birincisi, coğrafiya. Mali imperiyası o dövrdə məlum olan dünya qızılının bəzi təxminlərə görə az qala yarısına nəzarət edirdi. Bambuk, Bure, Qalam kimi bölgələr sanki qızıl çayları ilə axırdı. Amma Musa başa düşürdü ki, xammala sahib olmaq hələ hər şey demək deyil. Əsas məsələ onu idarə etməkdir. Yəni o sadəcə insanların qızıl çıxarıb satmasına icazə vermirdi. Qətiyyən, o çox ağıllı bir sistem qurmuşdu. Bütün böyük qızıl külçələri, yəni nuggets, birbaşa imperatorun xəzinəsinə məxsus idi və ixracı qadağan olunmuşdu. Yalnız qızıl tozunun ticarətinə icazə verilirdi. Bu iki şeyə nail olurdu. Birincisi, qızılın bazar qiymətini nəzarətdə saxlayır, inflyasiyanın qarşısını alırdı. İkincisi, imperiyanın əsas sərvətinin ölkədə qalmasını təmin edirdi. Bu, necə deyim, müasir mərkəzi bank siyasətinə bənzəyən bir yanaşma idi. Çox maraqlıdır. Amma mənbələrdə qızıl qədər, bəlkə də ondan daha çox adı çəkilən başqa bir məhsul da var. Duz. Bugün bizə adi görünən bir şey, o dövrdə niyə bu qədər dəyərli idi? Çünki o dövrdə duz müasir soyuducunun gördüyü işi görürdü. Sahara səhrasının istisində əti və digər qidaları uzun müddət saxlamağın yeganə yolu duz idi. Və duz mənbələri səhranın şimalında Mali imperiyasının nəzarətində olmayan ərazilərdə idi. Malidə isə qızıl bol idi. Beləcə, tarixin ən gəlirli ticarət mübadilələrindən biri yarandı. Qızıl duza dəyişdirilirdi. Bəzi mənbələrə görə müəyyən dövrlərdə duzun çəkisi qızılın çəkisinə bərabər tutulurdu. 1 kilo duz, 1 kilo qızıl. Ağla sığlazdır. Deməli Mansa Musa bu iki tərəfli axına nəzarət edirdi. Şimaldan duz gəlir, cənubdan qızıl gedir və Timbuktu Gao kimi şəhərlər bu ticarətin mərkəzinə çevrilir. Tam olaraq və o bu ticarət yollarını qorumaq üçün güclü bir ordu saxlayırdı. Yolları təhlükəsiz edərək tacirləri cəlb edir, onlardan vergi toplayırdı. Bu, təkcə sərvət toplamaq deyildi. Bu, mürəkkəb, çox şaxəli bir iqtisadi sistem qurmaq idi. O, sərvətin mənbəyini, axınını və qiymətini eyni anda idarə edirdi. Yaxşı, belə bir iqtisadi gücü qurduqdan sonra o bütün dünyanın diqqətini cəlb edəcək o məşhur addımı atır. Söhbət təbii ki 1324-cü ildəki əfsanəvi həcc ziyarətindən gedir. Bu sadəcə dini bir vəzifə deyildi, elə deyilmi? Bu bir güc nümayişi idi. Bu tarixdə görülmüş ən böyük güc nümayişlərindən biri idi. Gəlin miqyası anlamağa çalışaq, mənbələr fərqli rəqəmlər versə də, ən çox istinad edilən rəqəmlərə görə karvanda 60 min insan var idi. Bunların 12 mini hər biri təxminən 2 kiloqram ağırlığında qızıl əsa daşıyan qullar idi. Bundan əlavə 80-dən 100-ə qədər dəvənin hər birinə yüzlərlə funt qızıl tozu yüklənmişdi. Bir dəqiqə dayan, 60 min adam. Bu kiçik bir müasir şəhərin əhalisi deməkdir. Bunun lojistikası necə mümkün olub? Bütün bu insanları səhra boyunca yedirtmək, içirtmək, qorumaq, bu səfərdən çox hərbi səfərbərliyə bənzəyir. Bu həqiqətən də ağla sığmazdır və onun təşkilatçılıq qabiliyyətinin göstəricisidir. Karvan o qədər böyük idi ki, deyirlər karvanın önü bir şəhərə çatanda arxası hələ əvvəlki şəhərdən çıxmamış olurdu. Hər cümə günü dayandıqları yerdə yeni bir məscid tikdirdikləri barədə rəvayətlər var. Bu, hərəkət edən bir şəhər, hərəkət edən bir xəzinə və hərəkət edən bir siyasi bəyanat idi. Və bu siyasi bəyanat Qahirəyə çatanda bütün Aralıq dənizi dünyasını şoka salır. Onun Qahirədəki 3 aylıq qalması əfsanəyə çevrilib. Nə baş verdi orada? Bu, iqtisadiyyat dərsliklərindəki klassik inflyasiya nümunəsidir. Mansa Musa o qədər səxavətli idi ki, yolda qarşısına çıxan hər kəsə, Qahirədəki əyanlardan tutmuş küçədəki dilənçilərə qədər qızıl paylayırdı. O qədər çox qızıl xərclədi ki, şəhərin bazarına həddindən artıq qızıl daxil oldu. Nəticədə qızılın dəyəri kəskin şəkildə aşağı düşdü. Yəni o istəmədən Misir iqtisadiyyatını çökdürdü. Tam olaraq. Ərəb tarixçisi Əl-Umariyəyə görə Misir iqtisadiyyatının özünə gəlməsi 12 il çəkdi. 12 il. Bəli. Bu hadisə o qədər təsirli oldu ki, 10 illər sonra belə insanlar Mansa Musa'nın səfərindən danışırdılar.
Amma maraqlı bir detal var. Bəzi mənbələrə görə Musa geri qayıdarkən vəziyyəti anlayır və Qahirədəki tacirlərdən yüksək faizlə borc alaraq bazardakı qızılın bir hissəsini geri yığmağa çalışır. Deməli, həm də vəziyyəti düzəltməyə çalışıb. Bu, onun təkcə səxavətli deyil, həm də iqtisadiyyatı anlayan bir lider olduğunu göstərir. Bu səfər Malini sözün əsl mənasına dünya xəritəsinə saldı. Hətta ondan 10 illiklər sonra 1375-ci ildə hazırlanan məşhur Katalan atlasında Avropa xəritəçiləri Qərbi Afrikanı təsvir edərkən taxta oturan başında tac, əlində isə böyük bir qızıl külçəsi tutan qara dərili bir hökmdar çəkmişdilər. Altında isə yazılmışdı: hökmdar Musa Məli Sudanın ağasıdır. Bu ölkənin bolluğundan olan qızılın ən zəngin və ən nəcib hökmdarı odur. Bəli, bu onun əsas məqsədlərindən biri idi. O, dünyaya Mali imperiyasının təkcə ucqar bir Afrika krallığı deyil, dünya səviyyəli bir güc olduğunu göstərmək istəyirdi və buna nail oldu. Amma onun əsl mirası səpələdiyi qızıllar deyildi. Onun əsl mirası həcc ziyarətindən geri gətirdikləri idi. Bax, bu hekayənin dönüş nöqtəsidir. O, sərvətini biliklə dəyişdirməyə başlayır. Geri dönərkən özü ilə nə gətirdi? O, İslam dünyasının ən parlaq beyinlərini, alimlərini, şairlərini, ilahiyyatçılarını və memarlarını özü ilə gətirdi. Onların arasında ən məşhuru Əndəlüslü memar Əbu İshaq Əs-Sahili idi. Mansa Musa ona o dövr üçün fantastik bir məbləğ, 200 kiloqram qızıl ödəyərək Timbuktu və Qaoda möhtəşəm məscidlər və binalar tikdirməyə tapşırdı. Bu sadəcə bir xeyriyyəçilik değildi. Bu dahiyanə bir dövlət quruculuğu strategiyasıydı. Bunu biraz açaq. Niyə bu strateji bir addım idi? Çünki Mansa Musa başa düşürdü ki, qızıl mədənləri bir gün tükənə bilər. Sərvət gəldi gedərdir. Amma bilik, təhsil mərkəzləri, mədəniyyət və ticarət şəbəkələri imperiyanı əsrlərlə ayaqda saxlayacaq bir irsdir. O, qısa müddətli sərvətini davamlı, uzun müddətli gücə çevirirdi. O, pulu binalara, kitablara və insan beyninə yatırırdı. Və bu investisiyanın mərkəzi Timbuktu şəhəri oldu. Bu şəhər onun sayəsində necə dəyişdi? Timbuktu onun hakimiyyəti altında səhrada bir vahədən Afrikanın Bağdadına böyük bir intellektual mərkəzə çevrildi. Məşhur Sankore məscidi onun himayəsi altında genişləndirilərək böyük bir universitetə çevrildi. Sankore Universiteti o dövrdə dünyanın ən böyük təhsil ocaqlarından biri idi. Təsəvvür edin, bəzi məlumatlara görə orada 25 min tələbə təhsil alırdı və kitabxanasında 400 mindən 700 minə qədər əlyazma saxlanılırdı. 25 min tələbə. Bu, bir çox müasir universitetdən daha böyükdür. Orada hansı fənlər tədris olunurdu? İlahiyyatdan hüquqa, astronomiyadan riyaziyyata, tibbdən fəlsəfəyə qədər, deməli geniş bir spektr var idi. Dünyanın hər yerindən alimlər və tələbələr Timbuktuya axışırdı. Mansa Musa bütün imperiyada məktəblər, mədrəsələr və kitabxanalar tikdirdi. Bu, Qərbi Afrikada bir növ intibah dövrünün başlanğıcı idi. Və onun gətirdiyi memar Əs-Sahili, yerli materiallardan, xüsusilə palçıq kərpiçdən istifadə edərək, İslam memarlığı ilə yerli Sahel üslublarını birləşdirən unikal bir memarlıq tərzi yaratdı. Bugün də Timbuktuda qalan Cingirber məscidi bu sintezin ən möhtəşəm nümunəsidir. Beləliklə, bizə təqdim olunan mənbələrə baxanda aydın olur ki, onu sadəcə tarixin ən zəngin adamı adlandırmaq, əslində onun hekayəsini çox bəsitləşdirir. Mənbələrdən biri, ən müdrik kral ifadəsinin daha doğru ola biləcəyini irəli sürür. Bugün onun mirasına baxanda nə görürük? Onun mirası çox şayxəlidir. İqtisadi cəhətdən o, resursları idarə edərək güclü və sabit bir dövlət qurdu. Siyasi cəhətdən Qərbi Afrikanı təcrid olunmuş bir bölgədən çıxarıb, qlobal xəritəyə daxil etdi. Amma ən əsası, mədəni cəhətdən biliyi və təhsili dövlət siyasətinin mərkəzinə qoydu. Onun hekayəsi tarixin çox vaxt Avropa mərkəzli baxışlarına güclü bir alternativ təqdim edir. Bu, Afrika sivilizasiyalarının nə qədər zəngin, mürəkkəb və inkişaf etmiş olduğunun canlı bir sübutudur. Maraqlıdır ki, onun ölümündən sonra imperiya tədricən zəifləməyə başladı. Daxili çəkişmələr, xarici hücumlar, amma onun qurduğu ticarət şəbəkələri və yaratdığı təhsil mərkəzləri, xüsusilə Timbuktu, əsrlər boyu öz əhəmiyyətini qorudu. Bəli, bu da onun uzaq görənliyini göstərir.
Hökmdarlar gəlir gedir, sərhədlər dəyişir, qızıl mədənləri tükənir. Amma bilik və mədəniyyət daha davamlıdır. Mansa Musa'nın qoyduğu irs daşdan və qızıldan daha möhkəm bir təməl üzərində qurulmuşdu. Beləliklə, bugün sərvəti əfsanəvi, lakin bu sərvəti necə istifadə etməsi bəlkə də daha təsir edici olan bir liderin hekayəsini araşdırdıq. O, sərvəti məqsəd deyil, bir vasitə kimi gördü. Bəli, və bu bizi son bir düşüncəyə gətirib çıxarır. Mənbələrdə rast gəlinən bir fikri öz sözlərimlə ifadə etsəm belə səslənər. Sərvət biliklə birləşəndə sivilizasiya qurur, amma sərvət sadəcə tamahkarlıqla birləşəndə özünü və ətrafındakı hər şeyi məhv edir. Mansa Musa şübhəsiz ki, bu deyimin birinci hissəsini təcəssüm etdirirdi. Bu da sizi düşündürür. Bir liderin və ya bir insanın əsl mirasının ölçüsü nədir? Bank hesabındakı rəqəmlər yoxsa arxasında qoyduğu bilik, inkişaf və sabitlik?